Doktoranturaya qəbul olmaq üçün məhz hansı sənədlər lazımdır? Doktoranturaya qəbul olmaq üçün əslində bakalavr və magistratura sənədləri sadəcə kifayət edir. Magistratura və bakalavrın orta balına baxırlar. Amma əksər hallarda təbii ki, partnyorluq varsa ortada, hansı ki bizim partnyorluq elədiyimiz universitetlər var, onlar daha çox hansı şirkətlə işlədiyinə baxırlar tələbənin. Və burada burslarda, təqaüdlərdə bu rol oynayır. Məsəl üçün Kıbrıs Amerikanın normal təhsil haqqı orada 1800 dollardır. Və ya Dünya Barış Universitetində 2550 evro və ya digər universitetlər, Bahçeşehir olsun, 15 Kasım və s. Orta Doğu Texnik Universiteti olsun. Bunlar adətən bizə özəl endirim verirlər. Yəni tələbə özü müraciət elədikdə təhsil haqqı başqa cür olur. Ona maksimum verə bilərlər %50 təqaüd təhsil haqqından, tutaq ki, təhsil haqqı 6000 dollardırsa 3000 düşə bilər. Amma ekskluziv olaraq bizlə işlədiklərində təbii ki, çox aşağı summaları da olur təhsil haqqı. Bu məbləğlər valideynlərə düşünürəm ki, həm gənclərin özləri öz ayaqları üzərində dururlarsa, onlara sərf edir.